Əl titrəməsi olan insanların əsas qorxduğu problem odur ki, əl titrəyirsə bu Parkinson xəstəliyinin əlamətidir. Əlbəttə ki, yox, əl titrəməsinin yüzlərlə səbəbi ola bilər, irsi səbəblər ola bilər, degenerativ xəstəliklər ola bilər. Hətta bəzi dərmanlar belə, qəbul etdiyiniz dərman əl əsməsinə belə səbəb ola bilər. Həyəcan, qorxu əl əsməsinə səbəb ola bilər. Amma mən bu gün sizə cavanlarda əl əsməsindən danışacağam. Çünki cavan insanlarda əl əsməsi olanda onlar dərhal narahat olurlar ki, görəsən məndə Parkinson xəstəliyi başlaya bilər yoxsa yox. Onu qeyd edeyim ki, cavanlarda əl əsməsinin əsas səbəbi bir irsi ailəvi xəstəlik var. Buna esensial tremor deyirlər. Esensial tremor xəstəliyidir. Esensial tremorda çox vaxtı biz ailə üzvlərində kimdəsə eyni cürnə əsmələri görürük. Bu əsmələrin vaxtı bizim üçün çox əhəmiyyətlidir. Belə ki, Parkinson xəstəliyindən fərqli olaraq bu əsmələri biz sakitlikdə görmürük. Hərəkətdə kinetik tremor olur. Yəni hərəkət zamanı, müəyyən bir işlər görən zamanı bu əsmələri görürük. Əlbəttə ki, həyəcan, gərginlik bu əsmələri daha da artıra bilir. Əgər insan bu əsmələrdən artıq müəyyən həyat tərzində narahatçılığa səbəb olursa, kompleksə girirsə, çox sadə cəmi bir dərmanı var ki, bunun vasitəsilə biz esensial tremoru azalda bilərik və sizi bu komplekslərdən azad edə bilərik.